Salam dostlar, bugünkü video SMPS mövzusunun ikinci videosudur və birinci videoda biz SMPS, yəni impulsivli qida blokları ümumi hansı quruluşda olur, hansı proseslərdən keçərək dəyişən cəryan sabit cəryana çevrilir, bu haqda məlumat aldıq. Bugünkü videoda isə əlimdə gördüyünüz bu adapter vasitəsilə çıxış gərginliyini əvvəlcə ölçəcək və prinsipial sxemə əsasən hər bir komponentin nə iş gördüyünü, ardıcıl olaraq bu proses necə baş verdiyini öyrənməyə çalışacağıq. Əvvəlcə adapterin sağlam olub olmadığını yoxlamaq lazımdır. Birbaşa baxın, burada gördüyünüz USB portu üzərindən, hansı ki burada diqqət edirsinizsə 4 ədəd pin görülür. Həmin bu pinlər uyğun olaraq ən sağ tərəfdəki və aşağı tərəfdəki olan, belə deyək, çıxış gərginlik nöqtələridir ki, birbaşa orada voltmetrlə təmas edib həmin gərginliyi yoxlamaq olar. Amma bunun üçün ən yaxşısı adi USB kabeldir, hansı ki birləşdirəcəm və USB kabelin içərisində gördüyünüz kimi 4 ədəd kabel var. Bu kabellərdən ikisi qara və qırmızı rəngdə olanları izolyasiyasını ucuz hissədə təmizləmişəm və bunlar birbaşa çıxış gərginliyinin qiymətini oxumaq üçün bizə lazım olacaq. Digər ikisi olan bu yaşıl və ağ rəngli kabellər isə USB vasitəsilə data ötürülməsi üçün olan kabellərdir ki, data plus və data minus xətləri üçün istifadə edilir. Bizim üçün gərəkli olanlar isə bunlar deyil. Məhz qara və qırmızı kabeldir. Adapteri 220 volta qoşub çıxış gərginliyini ölçürəm. 5.42 volt ekranda görülür. Normalda çıxış gərginliyi 5 voltdur. Sadəcə bu kəsir hissəsi, yəni 0.4 volt göstəricisi həm adapterin çıxışındakı gərginliyin tam dəqiq olmamasından, həm də voltmetrin ölçmə həssaslığı baxımından ola bilər ki, tam dəqiqliklə ölçməməyindən də asılı ola bilər. Eyni zamanda giriş gərginliyinin də qiyməti yuxarı olması da buna müəyyən qədər təsir edə bilir. Çıxışda gərginlik var. İndi isə prinsipial sxem əsasından bu adapterin necə işlədiyini öyrənməyə çalışaq. 220 volt L və N nöqtələri üzərindən daxil olur. Buradakı L line N neytraldır, hansı ki faza və nolu özündə ehtiva eləyir. Və daxil olarkən normalda SMPS dövrələrində və yaxud da ümumi xətti qida qurğularında belə girişdə əlal xüsusda faza xəttinə bir ədəd ardıcıl fuse, yəni əriyən qoruyucu yerləşdirilir ki, dəyişən gərginliyin qiyməti müəyyən səbəbdən yuxarı qalxdıqda buna uyğun cəryan şiddəti də artır, Ohm qanununa əsasən. Belə olarkən cəryanın daxildə olan hər hansısa komponentləri, elementləri sıradan çıxarmaması üçün tam girişdə qoyulması ilə həmin əriyən qoruyucu bir növ özünü fəda eləyir. Yəni sıradan çıxır, artıq cəryan bu xətt üzrə daxilə keçə bilmir. Özünü bir növ başlanğıcda bir qurban kimi göstərmiş olur. Ona görə də bəzi SMPS-lərdə fuse istifadə olunur ki, bizdə olan adapterdə burada R0 müqaviməti var ki, fusible resistor gedir. Normalda da bunların ohmik dəyəri, yəni müqavimət dəyəri 0 ohm, 0.6 ohm, 1 ohm civarındadır, amma nisbətən yüksək vatlıdır. Dəyişən cəryan girişləri AC1 və AC2 olaraq adlandırılıb ki, bu yaşıl kabellər uyğun olaraq faza və nol xətlərini simvolizə eləyir. Həmin o fusible resistor isə burada ağ rəngli korpusda gördüyünüz rezistordur və normalda fusedan sonra bir ədəd NTC istifadə olunur. NTC termistordur və ya termorezistor olaraq da adlandırılır və bir ədəd də bu iki L və N xətlərinə paralel şəkildə bir varistorda yerləşdirilmiş olur ki, varistorda 220 volt giriş gərginliyinin qiymətinin yüksəldiyi vaxtlarda yenə də özünü bir qurban kimi ilk öncə fəda eləyir, daxildə olan problemlərin qarşısını almaqdan ötürü. Bu daha çox mürəkkəb və keyfiyyətli SMPS-lərdə rast gəlinən bir məsələdir. Eyni zamanda bu qoruma, yəni protection circuit olan hissədən həmən sonra MEI filtr gəlir normalda SMPS-lərdə. MEI elektromaqnet interferensiya hesab olunur və kondensator induktivliyi əsaslı komponentlərdən yığılmış, qoşulmuş olur ki, 220 volt üzərində olan noise, yəni küylərin aradan qaldırılması üçün istifadə olunur. 220-dən gələn fusible resistordan keçdikdən sonra o cəryan
diod körpüsündən keçir. Mən burada 4 ədəd diod yox, hazır package-in, yəni gövdənin simvolunu çəkmişəm. Tez-tez istifadə olunan MB10M adlı bir diod körpüsü modulu var, korpusu var. Hansı ki 4 ayağa mənsubdur. Bunlardan ikisi dəyişən cəryan girişləri, o birisi ikisi isə artıq döynən cəryanın xaric olması üçün olan ayaqlardır ki, plus minus olaraq işarələnmiş olur və bizdə modul üzərində də baxın gördüyünüz burada BD1, yəni bridge diod adı ilə işarələnmiş olan həmin bu komponentdir ki, ilk iki bu ayaqlar dəyişən cəryan, sonrakı iki ayağı isə ağ zolaq tərəfdəki iki ayaq sabit cəryanın çıxışını göstərmiş olur. Bundan sonra artıq biz bilirik ki, bu nöqtədə bir döynən cəryan meydana gəlir. Daha sonra bir ədəd filtr kondensator olur. Hamarlama funksiyasını yerinə yetirməkdən ötürü elektrolit kondensatordur. Bu elektrolit kondensatordan keçdikdən sonra artıq sabit bir gərginlik meydana gəlir. Həmin o kondensatorda bizdə, həmin o elektrolit kondensatorda bizdə baxın gördüyünüz bu kondensatordur və 400 volt 4.7 mikrofaradlıq bir kondensatordur. Gərginlik dəyərinin 400 volt olduğunu görürsüz və bu da deməli 220 volt vuraq kök altında 2 hasilinə əsasən hesablanır ki, bu da minimum 310 voltdan yuxarı bir dəyərə uyğun gəlməlidir. Deməli, bu nöqtədə alınan gərginlik dəyişən cəryan gərginliyinin maksimal qiymətinə əsasən hesablanmış bir gərginlik qiymətidir. Sabit gərginlik alındıqdan sonra növbəti mərhələ yadınızdadırsa switching mərhələsi idi. Yəni həmin gərginliyi aşağı salmaqdan ötürü onu transformatora yönəltmək lazımdır. Transformator burada T hərfi ilə işarə edilib. Impuls transformatorudur. Lakin bu transformatora da gərginliyi verəndə onu işlətməkdən ötürü müəyyən bir dəyişən cəryan forması, bir pulsasiya yaratmaq lazımdır. Həmin pulsasiyanı yerinə yetirəcək komponent də bizdə CSC7203 adlı bir integral sxemdir. Bu integral sxem həm MOSFET və ya tranzistor funksiyasını yerinə yetirərək aç-bağlı eləyir və switch funksiyası əsaslı pulsasiyalı cəryan yaradır. Həm də öz daxilində bir PWM kontrolleri var ki, transformatorun birinci dolağına gələn gərginliyin qiymətini artırıb azaltmış olur. Bu integral sxemin daxili quruluşu necədir? Qısa olaraq bu haqqda da bir məlumat alaq. CSC7203 integral sxemi PWM Switching Power Converter adlanır və 8 kontakta mənsubdur. 3 kontaktı NC-dir. Birinci, dördüncü və 6-cı kontaktlar not connected anlamındadır. Digər ikisi VCC və grounddur. Yəni ümumi olaraq integral sistemin qidasını təşkil edir. Feedback ayağı, feedback dövrəsindən gələn siqnala əsasən PWM kontrolunu təşkil edir. OC olaraq adlandırılan bu iki kontakt isə hər ikisi eyni yerə getdiyi üçün xaricdə qısa qapanır və eyni bir nöqtəyə birləşdirilir. OC Open Collector anlamındadır. Bunun daxili hissəsinə baxsaq görərik ki, funksional bloku həmin mikrosxemin bu cürdür. Open Collector hissəsi içərisində olan yüksək güclü 700 volt gərginliklə işləyən bir güc BJT, yəni bipolar tranzistora əsaslı olaraq təşkil edilib. Həmin open kollektor isə normalda kollektoru daxilən heç bir yerə birləşməyib və transformatorun ayağından gələn hissə bura birləşdiyi üçün nəticədə həmin pulsasiyalı siqnallar meydana gəlir. Daha sonra daxildə bir dənə Schmitt triggeri görülür ki, referans gərginliyinə nəzərən müqayisələr aparılır və buna uyğun RS triggerinin çıxışında mütəmadi siqnallar yaranır. Və ümumi olaraq da dövrənin qidası isə həmin open kollektor və feedback ayağından gələn formaya əsasən daxilən qidalanır. Gördüyünüz kimi burada bir dənə cəryan mənbəyi var. Həmin cəryan mənbəyinin köməyi ilə power management idarə olunur və ümumi dövrənin daxili qidası təşkil edilir. Spesifik göstəricilərdən biri də VCC qiymətidir ki, ümumi olaraq dövrənin işləmə gərginliyi maksimum olaraq 8 voltdur və V-inputdur, open kollektordur və digər kimi gərginlik qiymətləri də burada göstərilib. 0.3 voltdan maksimum 700 volta qədər həmin gərginliyi öz üzərinə götürə bilir. Tövsiyə olunan gərginlik qiyməti isə supply voltage-dir, hansı ki qida gərginliyini
özündə göstərir. Minimum 4, maksimum 6 volt, yəni tipik olaraq 5 voltla işləyir. Startap gərginliyi də başlanğıc olaraq integral sistemin aktivləşməsi üçün lazım olan gərginlik qiymətidir. Hər hansısa bir sadə SMPS dövrəsinə uyğun line və neutral xəttlərindən gələn, daha sonra MEA filtrdən keçərək dioddan keçir, transformatorun giriş dolağına müəyyən pulsasiyalı cərəyan ötürülür ki, nəticədə çıxış tərəfdəki gərginliyin qiyməti də əldə edilmiş olur. Birinci, dördüncü və 6-cı pinlər və yaxud da kontaktlar NCD, yəni bu nöqtə heç bir yerə birləşmir. VCC ayağına elektrolit kondensatorun plus hissəsi müsbət qütbü, mənfi qütbü isə ümumi qidanın mənfi qütbünə, yəni grounduna birləşib. Bu da həmin o küyləri, dalğalanmaları aradan qaldırmaqdan ötürüdür. OC, yəni Open Collector adlı nöqtələr isə sabit cərəyanın bunun transformatorun dolaqlarından keçərək gəlib dövrənin tamamlanması üçündür ki, artıq bu hissədə müəyyən bir pulsasiyanın yaranması nəticəsində transformator işləməyə başlayır. Həmin C2 kondensatoru və ona uyğun bu integral mikrosxem isə baxın gördüyünüz bu ikilidir. Bu C2 kondensatoru və CSC7203 PWM kontrolleridir. Və burada bizi maraqlandıran başqa bir nüans da var, hansı ki R1, C4 və D1 kombinasiyası ki var. Bu nöqtədə yerləşdirilib. Bu kombinasiyanın əsas məqsədi isə integral sxem switching mərhələsində olarkən induksiyalanan dolaqda maqnit sahəsinin enerjisi yaranır. Eynisi ilə də kondensatorda elektrik sahəsinin enerjisi yaranır. Yəni L və C uyğun olaraq bir-birləri ilə bir rezonans meydana gətirirlər. Bu da tranzistorlu dövrənin xarab olmasına və digər komponentlərin sıradan çıxmasına gətirib çıxara bilər. Həmin bu dövrənin adı Snowball dövrəsi adlanır ki, o yaranan maqnit sahəsi və rezonans prosesi bu dövrənin köməyi ilə burada söndürülmüş olur. Daha sonra yenə də C5 kondensatoru transformatorun birinci dolağından ikinci dolağına keçərkən yaranan dalğalanmaları aradan qaldırmaqdan ötürüdür. T1 transformatoru impuls tipli transformatordur və gördüyünüz kimi də adapterlərin, ümumi telefon adapterləri və yaxud da notebook adapterləri fərq etməz. Onların ölçülərinin kiçik olmasının əsas səbəblərindən biri də alçaldıcı transformatorun ölçüsünün kiçik olmağıdır. Yüksək tezliklərlə işləyən transformatorlar normalda daha kiçik qabarit ölçüyə malikdirlər. 50-60 Hz tezlikdə işləyən transformatorların isə ölçüləri böyük olur. Bu transformator artıq 310-320 voltluq pulsasiyalı gərginliyi aşağı salır, təxminən 12 volta və yaxud da tutaq ki 5 volta endirir. Həmin bu 5 volta mənsub olan gərginlik bir ədəd şotki dioddan keçərək yenidən düzləndirilməlidir. Çünki transformatorun ikinci dolağında da dəyişən və yaxud da pulsasiyalı cərəyan var. Həmin D2 dioddan şotki dioddan keçərək yenidən döyünən cərəyana çevrilir. Adi yarımkeçirici diod, silikon diod yox. Şotki diodun burada istifadə edilməsində məqsəd şotki diod daha yüksək tezlikli cərəyanlarla işləmə qabiliyyəti ilə əlaqəlidir. Şotki diodun tezliklə bağlı işləmə diapazonu daha yuxarıdır. Və az öncə qeyd etdiyimiz Snowball dövrəsində olan 3 komponent budur. Transformatorun çıxışına qoşulmuş şotki diod isə baxın burada gördüyünüzdür ki, şotki diodun katodu və bu hissəsi də anodudur. Şotki dioddan dərhal sonra isə yenə qida mənbəyinə paralel qoşulmuş kondensator hamarlama məqsədi ilə istifadə olunur. Bu kondensatorun da parametrləri 1500 mikrofarad 6.3 voltluqdur. Artıq bu kondensatorun volt gərginlik dəyəri aşağıdır. Çünki çıxış gərginliyi artıq transformatorun çıxış dolağında aşağı olduğu üçün təxminən 5 volt olduğu üçün 6.3 voltluq bir kondensator istifadə etmək tam məqsədə uyğundur. Nəticədə bu iki nöqtə arasında 5 volt və ground çıxışı görülməkdədir. İndi isə aşağıda gördüyünüz növbəti və sonuncu mərhələ feedback dövrəsidir. Hansı ki, feedback dövrəsi optocütün köməyi ilə çıxış gərginliyinin artması və yaxud da azalması nəticəsində PWM kontrollerə bir informasiya siqnalı ötürməyə xidmət edir. Belə ki, bu nöqtədə çıxış gərginliyinin qiyməti artdıqda nəticədə R2 və R3 gərginlik bölücü dövrəsinin köməyi ilə optocütün işıqlanan diod, yəni LED bölməsindən bir cərəyan axır və zener diod əsası ilə bu dövrə qapanmış olur. Cərəyanın
Zener diod üzərindən keçməsi üçün Zener diodun üstünə düşən gərginliyin qiyməti Zener gərginliyinin qiymətindən çox olmalıdır. Tətbiqlərdə Zener diod kimi gərginlik qiyməti təxminən 5.1 voltluq olur. Burada olan gərginliyin qiyməti tutaq ki 6 volta qalxıbsa, nəticədə Zener diod üzərində 5.1 volt düşür və işıqlanan diod və digər komponentlər üzərində də həmin gərginliyin müəyyən qiyməti düşür ki, işıqlanan diod aktivləşir. Çünki bu istiqamət üzrə ümumi olaraq dövrə qapanmış olur. Nəticədə fototranzistor aktivləşir. Fototranzistor da aktivləşdiyi üçün feedback ayağına qoşulmuş indi daxildə olan müəyyən bloklar fototranzistor üzərindən groundla birləşir və dövrə qapanır. Nəticədə dövrədən cəryan axır və PWM kontroller artıq transformatorun birinci dolağına gedən giriş gərginliyini azaldır. Çıxışda olan gərginliyin qiyməti də azalmış olur. Həmin optocüt olan dövrə bizim adapter üzərində baxın budur ki, TVS 817 və ya PC 817 tipli optocüt olaraq çox vaxt istifadə olunur. Optocüt üzərində gördüyünüz bu nöqtə işarəsi həmin integral sxemin hansı hissədən etibarən ayaq kontakt nömrələnməyini göstərir. Yəni bu nöqtəyə uyğun olan sol tərəfdən birinci olan ayaq 1, 2, tam qarşı tərəf 3 və yuxarı tərəfdəki də 4-cü ayaq olaraq nömrələnir. Burada olan Zener diod gərginlik bölücü dövrə kimi istifadə olunmuş olur. Burada plata üzərində R4 rezistoru və LED işarəsi var ki, bu da indikativ funksiya yerinə yetirir. Yəni qidanın çıxış gərginliyinin dövrədə olub-olmadığını əyani şəkildə göstərməkdən ötürüdür. Həmin bu sxemdə gördüyünüz 5 volt və ground xəttləri çıxışa ötürülür. Təbii ki, bu prinsipial sxem olduğu üçün bu 5 volt və groundun hara getdiyi bəlli deyil, müəyyən deyil. Hansı ki, girişdə olan 220 volt hissəsinin də birbaşa nəyin vasitəsilə daxil olduğu bəlli deyil. Yəni prinsipial sxemin əsas məqsədi bundan ibarətdir. Belə ki, 220 vilka dediyimiz bu elektrik çəngəli vasitəsilə buradan daxil olur. Həmin çıxış 5 volt və ground isə elektrolit kondensator üzərindən hamarlanaraq, filtrlənərək artıq USB çıxışına ötürülmüş olur. Həmin bu USB çıxışında isə videonun əvvəlində göstərdiyim kimi 1, 2, 3 və 4 dənə kontakt var. Ortada olan bu iki kontakt kabeldə göstərdiyim ağ və yaşıl rənglərə uyğun olan data plus və data minus ayaqlarıdır ki, bu adapter heç bir informasiya mübadiləsində iştirak eləmir. Ona görə də bunlar platada boş bir yerə sadəcə olaraq keçirilib. Yəni fikir verirsinizsə heç bir tracking, heç bir xəttin üzərində yerləşməyib. Amma ki, bu iki nöqtə isə uyğun olaraq hər hansısa bir xəttə birləşib. Bu xəttin də hansı olduğunu, yəni plusun və minusun hansı olduğunu rahat şəkildə müəyyənləşdirə bilərik. Kondensatorun bu zolaq tərəfi minusa uyğun gələn hissəsidir ki, həmin kondensator uyğun olaraq bu pədə və bu pədə keçirilib. Bu pəddəki olan ayaq groundu bildirir və ona uyğun hissə bu tərəf grounddur. Tam onun qarşı tərəfi isə çünki qida mənbəyinə paralel birləşib, bu hissədə uyğun olaraq gəlir bu nöqtəyə və bu nöqtədə çıxış gərginliyimizin plusunu, yəni 5 voltunu göstərmiş olur. Və burada gördüyünüz bu iki böyük ölçülü olan hissələr ki var, kənarları büsbütün haşiyələnib və heç bir yerə birləşməyib. Bu isə artıq məhz bu USB kabelin plata üzərinə yerləşdirərkən, baxın burada gördüyünüz bu nöqtələrdir ki, sırf montaj məqsədlidir. Yəni normalda heç bir yerə bərkidilməyib. Bugünkü videoda biz ümumi olaraq SMPS blokunun necə işlədiyini addım-ba-addım öyrənmiş olduq. Bir daha məsələnin üzərindən keçsək, faza və nol xəttlərindən fusible resistor əsasından daxil olan 220 volt diod körpüsündən keçir. Diod körpüsündən keçəndən sonra döynən cəryana çevrilir. Elektrolit kondensatorda hamarlanır və sabit cəryana çevrilir. Həmin sabit cəryan transformatora daxil olur, lakin transformatorda dəyişən cəryanla işlədiyi üçün aşağıya endirilə bilmir. Qiyməti aşağı endirməkdən ötürü bizim integral sxemimiz olan PWM kontroller modulu aç-bağla eləməlidir. Bu aç-bağlanı həyata keçirərkən artıq döynən cəryan yaranır
və nəticədə 320 volt təxminən 5 volt kimi gərginliyi endirilir. Bu kombinasiya isə bizdə Snowbird dövrəsidir. Söndürmə məqsədli istifadə olunur. Şotki diodun köməyi ilə yenidən döyülən cəryan sabit cəryana çevrilir. Yenidən C7 kondensatoru vasitəsilə hamurlanır və çıxışa sabit 5 volt ground sabit gərginliyi ötürülür. Optocüt blokunda isə işıqlanan diod və zener diod üzərindən keçən cəryana əsasən əgər çıxışdakı gərginliyin qiyməti artmış olarsa, dövrə bu formada qapanır və nəticədə işıqlanan diod fototranzistoru aktivləşdirir. Beləliklə feedback ayağına bir siqnal gedir və transformatorun giriş dolağına veriləcək olan gərginliyin qiyməti ya artırılır, ya da azaldılır. Bu günlük bu qədər. Növbəti videolarda görüşmək ümidi ilə sağ olun.